Salam, hər vaxtınız xeyir. Dərsliyin bu bölümündə mən trader psixologiyası haqqında danışmaq istəyirəm. Çalışacağam daha detallı və qısa danışım, amma video biraz uzun ola bilər. Çünki ətraflı, detallı, öz başıma gələn hadisələrdən, ətrafımda olan hadisələrdən, ümumiyyətlə insanın, yəni daha doğrusu traderin mənfiyə getmə səbəblərindən və müsbətdə qazanıb birdən-birə itirmək səbəbindən və ümumiyyətlə profitable olması yolunda nələr eləmək lazımdır, bu barədə danışmaq istəyirəm. Bugün ekranda, qrafikdə nəsə göstərmək istəmirəm, ancaq danışmaq istəyirəm. Mən sıxılarsınız, sıxılmazsınız. Burada qeyd eləmişəm, yadımdan çıxsa baxam, etap-etap danışacağam. Yəni siz fikirləşməyin ki, bu video maraqsızdır. Yəni qrafikə baxmıramsa, yəni qrafikdə nəsə görmürəmsə, bu dərs öyrəniləcək bir şey deyil. Xeyr, əksinə bu dərs özü elə traderin ən önəmli bilməli olduğu məsələlərdir. Çünki qrafiki bilmək, qrafikdə enterini bilmək, qazanmaq şərt deyil, uduzmaq şərt deyil. Bunların psixologiyası var ki, bu psixologiyanın dalında dayanmaq lazımdır. Yəni bu psixologiyanı qoruyub saxlamaq lazımdır o mənada. Psixologiya biz yerində olmayandan sonra, siz özünüzlə bacarmayandan sonra, hissdə olandan sonra sizin texniki biliklərinizin, fundamental biliklərinizin, qrafiki oxuma qabiliyyətinizin heç bir mənası qalmır. Çünki hər nə qədər hər şey yaxşı bilsəz də, pul idarə eləyə bilmək qabiliyyətiniz olmayandan sonra sizə bu bilgilərin heç biri lazım deyil ki, qiymət hardan qayıtdı və mən hardan enter eləməliyəm, hara stop qoymalıyım. Çünki siz dediyim kimi, bundan qabaqki dərslərdə də demişəm, trade elə bir sahədir ki, burada çox asanlıqla, çox tez bir zamanda pul qazanmaq mümkündür. İnsan psixologiyası da, yəni bəzi insanlarda buna necə deyim, adaptasiya olması çətinlik çəkir. Həm burada qazanc var, həm itki var. İtkidə insan psixologiyası fərqli reaksiya verir. Qazancda da həmçinin fərqli reaksiya verir. Bir çox insanlar düşünür ki, trade'dəki psixologiya deyəndə zərər psixologiyası nəzərdə tutulur, amma burada həmçinin qazanc psixologiyası da çox vacibdir. Çünki insan, misal üçün belə deyim də, deyək ki, öyrəşməmisən günə $500 qazanmağa. Hər gün $500 qazandığı prosta düşün. Yəni o momentdə sən düşündüyün kimi, hal-hazırda düşündüyün kimi düşünmürsən. Həmin anın içində ayrı duyğulara qapılırsan. Hər gün $500 qazanmaq artıq sənin özünə inamını yüksəldir, öz güvənini yüksəldir. Düşündüyündən başlasan daha çox qazanmaq istəməyə. Halbuki trade başlayanda günə $50 qazansan bəsimdir deyə düşünürdün. Yəni insan trade eləyəndə elə bir yerə gəlib çatır ki, heç özünü tanımamağa başlayırsan və yanlış qərarlar verməyə başlayırsan. Mənim bu dərsdə danışmaq istədiyim məsələlər də tam olaraq bu istiqamətdədir ki, gələcəkdə bu hadisələr başınıza gələn moment dayanıb nəfəs alasınız, özünüzə ələ alasınız ki, mən gəldim, çatdım həmin momentə. İndi növbəti səhvim budur, bunu eləyəcəm, amma eləməməliyəm. Mən indi sizin səhvlərinizi deyəcəm ki, növbəti, yəni başımıza gələn hadisələrdə nələr baş verəcək, onları etməməyiniz üçün mən indi danışacağım sizə. İlk növbədə balansınızın idarə edilməsi ilə bağlı danışmaq istəyirəm ki, misal üçün, balansınızı nə qədər qoymağınızdan asılı olmayaraq, itirə biləcəyiniz məbləği, yəni bir əməliyyata və yaxud bir günə əvvəlcədən təyin eləyin. Random necə gəldi, scalp eləyim, yüklü lotla girim, birdən $1 qalxsa bəsimdir, zat bu kimi şeylər ümumiyyətlə silin beynimizdən. Trade-də uzun müddətli qazanclı olmaq istəyirsə, disiplinli olmağınız mütləqdir. Yəni girib tez mən götürüb onsuz da asan bir şeydir. $1 hərəkətə $100 qazana bilərəm prinsipi ilə yanaşsaz, heç nə əldə eləyə bilməyəcəksiniz, ucuz-ucuza gedəcəksiniz. Çünki sizin disiplininiz yoxdur, bir planınız, strategiyanız yoxdur. İlk növbədə strategiyanız olmalıdır, planınız olmalıdır. Özünüzü bot kimi aparmalısınız, robot kimi yanaşmalısınız. Bu günləri mən, misal üçün, niyyətim $50 qazanmaqdır. $50 qazandım, mənim başqa bir işim yoxdur. Bağlayıram qrafiki. Bundan sonra qrafikdə nə baş verirsə bu mənim maraqlı deyil. Və yaxud da ki, günlük mən hansı məbləği itirsəm narahat olmaram. Deyək ki, $1000 balansınız var. O $1000-dan hansı məbləği itirsəz, əsəbləşməyəcəksiniz, narahat olmayacaqsınız, geri qaytarmağa çalışmayacaqsınız. O məbləği itiriləcək məbləğ kimi seçin. Yəni, misal üçün, əgər $50 hədəfləyirsinizsə qazanmağı, $20, $25 itirməyi gözə alın. Ən azından 1-2 strategiyasına görə. Və siz bir dəfə $25 itəndə $1000-dan $25 itirilməsi böyük bir pul deyil. $25 da, yəni elə balansınızda görə nə qədər qalıb? Yəni bu sizi çökdürməyəcək. Amma sizin riskiniz səhv olsa və siz $300 itirsəz bir əməliyyata, artıq sizin balansınızdan $300 gedir. O dəqiqə psixologiyası pozulur.
o anda yaşayacağınız duyğular indi real pul qoymamışdan qabaqki duyğuların eyni deyil. Və yaxud da ki, demo akkauntda qazandığınız, itirdiyiniz pulla eyni deyil. Çünki bu real puldur, bu sizin öz pulunuzdur. Hansı əziyyətlə ora qoyduğunuz puldur və yaxud hardansa götürüb qoyduğunuz puldur. Bu halda insan psixologiyası başqa cür olur. Artıq doğrudan da pul itirdiyinizi düşünürsünüz və bunu necə ki tez itirmisiniz. Həmçinin tez qazanmağa da psixologiyamız ona şövq edir ki, hə, tez qazanım. Bunu necə tez itirmədim, tez də qazana bilərəm. Doğrudan da elədir, tez qazana bilərsiniz, amma artıq beyin düzgün işləmir. Beyin artıq gereksiz risk eləməyə meylli olur. Beyin də gereksiz risk eləməyə meyl eləyəndə balansınızdan daha da azalma müşahidə edilə bilər. Daha da azala bilər. 300 idi mənfi, bir də olacaq 500 mənfi. Baxırsan ki, balansın yarısı yoxdur. Sən artıq özünü riayət eləyə bilməsən, o momentdə xaosa düşsən, yəni panikaya düşsən, sən başlayırsan lotovu qaldırmağa, riski böyütməyə, çünki 500 dollar geri almağa çalışırsan və onu da bir neçə dəqiqə içində və yaxud da ki, saat içində yoxa çıxardırsan. Çünki psixologiyan yerində deyil, disiplinin yoxdur, özünə qoyduğun stop yoxdur. Gün ərzində bu stopda dayanacağam şərti və riayət eləmirsən. Bunu əvvəlcədən təyin etməlisən. Duyğularına yenik düşməyib və idarə etməlisən. Özün üçün bir yazmalısan, bir qeyd etməlisən ki, mən deyək ki, 1000 dollar qoymuşam. Misal üçün, bu əgər mən misal çəkilər 1000 dollar üstündədir. Bu 10.000 olanda miqyas olaraq böyüdüm bunu. Misal üçün 1000 dollar balansım var. Mən 1000 dolların nə qədərsini risk ata bilərəm? Birinci bunu təyin edin. İkinci, nə qədər qazanmaq istəyirəm? Ortalama 1000 dollarla risksiz şəkildə əlbəttə ki 10 dollar, 20 dollar qazanmaq çox asandır. Amma yox, mən baxmışam, internetdə filan kəs 1000 dolları 5000 elədi, filan kəs 1000 dollardan 5 lot açır kimi boş-boş yəni şeylərə inanmayın. Bunlar hamısı necə deyim, Türklər demişlər, etkiləşim yığmaq üçün olan şeylərdir. Sadəcə diqqət cəlb eləmək üçün olan şeylərdir. Siz bazarın içinə girəndən sonra əlbəttə mümkün də ola bilər. Mən də eləmişəm. Mən də 2000 dollarla bir günə məsəl 1800-1500 dollar qazandığım olub. Bu normal trade deyil, axı bu trade deyil, bu qumar oynamaqdır. Yəni qumar oynamağı bu qədər xoşun gəlirsə, tradein adının yanında hallandırma da bu sözü. Get gələn qumarxanada qumar oyna, get onlayn qumar oyna. Gəlib tradedə sən risk eləyərək pul qazanaraq deyə bilməzsən ki, tradedə əslində bu balansla bu qazanc eləmək olur. Olmur. Sadəcə sən qumar oynamısan və bunu deyə bilməzsən ki, filan qədər pulla filan qədər qazanc eləmək olur. O mütəmadi olaraq ola biləcək bir şey deyil. Bu normal yanaşma tərzi deyil. Yəni kim deyirsə yalan deyir, inanmayın bu adamlara. Əgər riskinizi idarə etmək istəyirsə, itirə biləcəyiniz məbləği təyin edərək siz ortalama əslində legalda, yəni belədir ki, qlobalda da həmçinin balansın 1% risksiz hesab olunur. 2%-ni də eləyə bilərsiniz. Mən şəxsən təqribən 5-10% arası gündəlik hədəf eləyirəm, amma bu daimi bir şey deyil. Bu riskli əməliyyat tərzidir. Yəni çünki bu 5 dəfə sən mənfi olsan, əgər stopun da sənin qazancın kimi 10%-dirsə və yaxud 5%-dirsə, sən artıq balansın yarısı demək olar uçub gedir. Bu da sağlıqlı bir şey deyil. Bu normal trade tərzi deyil. Sən itirə biləcəyin məbləğ balansının olmalıdır, nə olur 5% və yaxud 1%. Əgər 4% qazanc hədəfləmisənsə, 2% sən mənfi eləyə bilərsən. Sən mənfi geri qaytarmağa çalışmamalısan. Necə ki karda dayanırsan, mənfidə də dayanmalısan. Bir sözü 50 dəfə deyəcəm bu videoda. Yadınızdan çıxmasın. Haçan real pul qoydunuz, mənfidə oldunuz. Əsəbləşəndə yadınıza düşsün ki, mən pulumun hamısını sıfırlaya bilərəm. Ağlınıza ilk gələn bu olsun. Misal üçün, əməliyyatınız açıqdır. Baxırsınız ki, əslində bu günlük misal üçün sizin itirilə biləcəyiniz məbləğ 50 dollar idi. Deyirsiniz ki, şeydir. Baxırsınız ki, stop loss qoymamısınız deyə. İlk növbədə səhv budur. Stop loss niyə qoymamısınız? Stop loss mütləq qoymaq lazımdır. Çünki stop loss qoymayanda əlimlə bağlayacağam, onsuz da ekran başındayım deyəndə sizin psixologiyamız duyğusal olaraq buna imkan verməyəcək bağlamağa. Çünki trade-də bir psixologiya var ki, qiymət əksinə gedirsə, sən başdan özünə inanma, yox, onsuz da buradan qiymət qayıdacaq, onsuz da qayıdacaq, biraz da gözləyin deyə baxırsan 50 dollar olub, 60 dollar, 60 olub, 80 dollar, birazdan olacaq 120, 150, sən əldə bağlamırsan. Bir yerdən sonra bilirsən nə olur? Baxırsan ki, artıq 150, 200-dür. Deyirsən mənfim çoxdur, mən bunu indi bağlasam çox mənfi olacaq. Qoy bağlamayım, gözləyim bu geri qayıtçını, bu qədər mənfi ilə bağlaya bilmərəm. O qədər mənfi ilə bağlaya bilmərəm dediyin şey qayıdır 2 qatı olur, 200-300 dollar olur. Və sonra sən məcbur qalıb bağlayırsan, sonra da bir dənə şok gəlir ki sənə, ay bilə, mən niyə bunu 50 dollarda bağlamadım ki, indi mənim 300 dollar mənfim oldu. Çünki düzənsizsən, sənin disiplinin yoxdur, sənin öz planın yoxdur. Sənin planın necə olmalıydı? Stop loss qoymalıydın, 50 dollarda avtomatik sənin əməliyyatın bağlanmalıydı, durub çıxıb getməliydin. Çünki niyə görə çıxıb getməliydin? Mən təzə trade'ə başlayanda deyirdim ki, bu nə deməkdir? Günü bağla. Günü bağla nə deməkdir? Mən təzə ilk yatırımımda mən heç vaxt uzun müddət mənfidə olmadım. Hər gün kardaydım mən. Hər gün kardaydım.
Bir gün mən mənfidə oldum, o da bütün balansım getdi. Yəni mən bir aydan çox bir müddət hər gün qazancda oldum, amma bir günün içində bütün balansım sıfırlandı mənim. Bu bilirsiniz nə deməkdir? Mən sadəcə ilk yatırım idi, ağılsızlıq eləmişdim, riskim çox idi. Stop loss qoymurdum. Gözləyirdim ki, mənfim geri qayıtsın. Qayıdırdı, karda olurdum, hə. Amma bir dəfə, yəni lotumun çoxluğuna görə bir dəfə qiymət geri qayıtmasa, vəsə hara kimi gözləyəcəkdim mən? Balansım sıfırlana kimi, hə, gözlədim, balansım sıfırlandı. Bu cür axmaq hərəkətdir. Bu cür şeylər qətiyyən olmaz. Disiplin lazımdır treydə. Stop loss təyin etmək lazımdır. Bu gün trade biləcəyim məbləği təyin etmək lazımdır. Hə, söhbəti qoyub o birisinə keçirəm. Nə deyirdim? İtirə biləcəyiniz məbləğ stop loss ki qoymusunuz ha. Niyə görə deyirlər ki, stop olduğun günü mənfi ilə bağlamalısan, onu danışırdım. Günü mənfi ilə bağlamaq o deməkdir ki, sən artıq yəni duyğuların səni hərəkət eləməyə vadar eləyir və sən başlayırsan mənfi olandan sonra yenidən bir əməliyyat açmağa. Çünki mənfidəsən və sən yenidən nəsə açmaq istəyirsən. İlk növbədə o momentdə sakit olun. Ümumiyyətlə çalışın ki, əməliyyat açmayın. Günü bağlamaq o deməkdir ki, günü bağla, çıx get sabah gələrsən. Mən də deyirdim ki, mən niyə günü bağlamalıyam ki, sabahlarda gəlib onsa bu qrafikdə eyni hərəkət eləyəcəm də. Sabah geri qaytardım, bugün geri qaytardım. Fərqi nədir? Fərqi odur ki, başın yerində olmur. Sənin qərar vermə qabiliyyətin zəifləyir, hırslı olursan, həmin mənfi 50 dolları geri qaytarmağa çalışırsan. Ondan sonra bəlkə də qaytarırsan ha. Sonra gün tezdən başlamış kimi davranırsan. Tezdən kar əldə etməyə çalışırsan. Sonra yenə mənfidə olursan. Yəni o şey başlayır overtrade sayılır bu. Bir də baxırsan ki, mənfin çoxalıb və yaxud da ki, bütün gün trade etmirsən, ortalıqda heç nə yoxdur. Ona görə də mənfidə olanda sakitcə qrafikdən çıxıb getmək lazımdır. Bəlkə get gəz, dincəl, nə bilim 3-4 saat vaxtın keçsin. Fürsət olar tezdən girərsən. Amma qətiyyən həmin moment tezdən giriş eləmək olmaz. Çünki əgər sənin analizin düz gəlmirsə, deməli ya sən səhv eləmisən, ya da bazar gicləyir. Bazar gicləyirsə deməli ara vermək lazımdır. Sən səhv eləyirsənsə, yenə də ara verməlisən. Çünki səhv qərar versən, bazarı oxuya bilmirsən deməli. Ara vermək lazımdır. Dalbadal giriş eləyib mənfi eləməyin heç bir mənası yoxdur. Deməli ikinci danışmaq istədiyim məsələ karda çıxmaq söhbətidir. Bu deyək ki, gün ərzində ki, təyin elədiyiniz mənfidən əlavə müsbət məsələsi də, yəni profitdə olmaq da təyin eləmişsə, deyək ki, 50 dollardır karda çıxacağam və bu olub deyək ki 75 dollar. Qətiyyən fikirləşməyin ki, 75-i 80 eləyim çıxım və yaxud da ki 85-dir, bunu qoy yuvarlaqlaşdırım 100 eləyim çıxım. Hər dəfə sizə bax əminliklə deyirəm, başınıza, yəni elə eləməyin ki, sizin də başınıza gəlsin. Həmişə mən yoxlamışam. Haçan ki, misal üçün 45 dollardır, 50 eləyim çıxım deyirəm, gedirəm mənfiyə. Ən azından 45 də əldən çıxır. Olur nə 35 misal üçün. Olur nə mənfi 20. İndi bu məsəl üçün rəqəmləri deyirəm. Deyək ki, məqsədin 2000 dollar eləməkdir. Hər balansa görə dəyişir. Yəni 1000 dollar balansı olan adamın nə qədər qazana bilər, ondan danışıram mən yəni. Deyək ki, hədəfləmirsən özün üçün 100 dollar hədəf, amma baxırsan ki, balansın 90-dır, 10 dollar nədir ki, indi qazanaram deyərsən, artıq bu səni vadar edir ki, hardan gəldi girməyə, necə gəldi girməyə. Çünki 10 dolları gözündə önəmsizləşdirirsən. Önəmsizləşdirdiyinə görə girişin səhv olur. Girişin səhv olanda mənfiyə gedirsən. Mənfiyə gəlsən, baxırsan ki, 90 dollar bayaq karım var idi, indi olub 60 dollar. Niyə mən hər yerdə 30 dollar itirməliyəm deyirsən? Günü 90-la bağlaya bilərdin də. Hırsa keçsən bir dənə də trade açırsan. Eləyirsən, o da mənfiyə gedir. Çünki artıq bilmirsən nə edirsən. Hırsın keçib sənin məntiqinin önünə. Artıq sən davranışları bilmirsən nə edirsən. Bu da səni aparır mənfiyə. Ona görə də karda olanda baxmaq lazım deyil ki, rəqəm tamdır, cütdür, təkdir. Bağlamaq lazımdır günü. Çünki belə düşünün. Sizin trade-də qazanacağınız pul gedib Bakıda hər hansısa bir yerdə işləyəcəyiniz puldan qat çoxdur. Yəni ən primitiv yolla deyirsən, ən belə sadəsi, ən belə necə deyim, ən az maaşı belə bölsən aylığa, ondan belə çox qazanırsan, ən çoxundan da çox qazanacaqsan. Çünki sən ortalama gedib harda işləyirsən misal üçün, nə bilim nə qədər alırsan. Ataq ki, deyək hər gün səhərdən axşama kimi işləyirsən və 1000 manat maaş alırsan. Deyək ki, həftədə də 5 gün işləyirsən, yaxşı halda deyirəm, amma normalda deyirsən hər gün işləyirlər insanlar, həm 6-cı gündə işləyirlər. Deyək ki, 5 gün işləyirsən. 5 gün işləyirsən, bu saatına oturub hesablasan, günvə vursan, gör nə qədər eləyir. Hətta qoy hesablayım. 5 30 gün var. 2 4 6 8 gün çıxım. 8 gün sonra 22 iş günü var deyək ki. 1000 də bölək. 1000 böl 22 iş gününə. 45 manat qazanc. 1000 manat maaş alan adam. Necə oldu da doğrudan o? 45 vur. 22 gün
İşləsə 990 alır. 45 manat yaxşıdır. Kim qazanır onu? 45. Günə 45 manat kim qazanır ola? Nəysə, bəlkə 30-a vurmaq lazımdır. Bəlkə 1030-a bölməli idim mən. Axı hər gün işləmirik, necə olacaq o? Yəni yenə də bölüm. 33. Nəysə 45-dən hesablayaq lap. 45 böl 1.7 dollarla danışıram çünki biz dollarla qazanırıq. 26 dollar. Sən artıq günə 50 dollar qazananda 50 dollar azdır. Bu qoy 100 olsun prinsipində olmalı deyilsən. Çünki ortalama yaxşı maaşla nəzərdə tutsaq ki, ya bir insan 26 dollar günə pul qazanır. Sən niyə 26 dollar az görürsən? Niyə 30 dollar eləyib çıxmaq istəmirsən? Sən başa düşürsən ki, 30 dollar günə qazansan, aylıq 1000 manatlıq bir işdə işləmiş kimi sən iş görmüş olursan və səhərdən axşama kimi işləmirsən. Sadəcə müəyyən vaxtını sərf eləyirsən, gündə bir neçə saat da ola bilər, dəqiqə də ola bilər və kiminsə bütün gün işlədiyi işdən aldığın maaşı sən alırsan. Amma sən nə edirsən? Başlayırsan qudurğanlıq eləməyə. Artıq 26 dollar sənə az gəlir. Sən başlayırsan fikirləşməyə ki, mən niyə rahatlıqla 50 dollar qazanıramsa 100 dollar qazanmayım. 100 dollar qazanmağa çalışırsan, bu sənin gündəlik qazancından 5 dəfə, 4 dəfə artıq olur. Yoxsa 5 dəfə, 4 dəfə. Yəni sənin gedib maaşlı işləyəcəyin işdə 4 dəfə artıq istəyirsən. Yəni birdən-birə müddət edirsən ki, mənim maaşımı 4 dəfə qaldır. O da sənə nə deyir? Deyir, dur bas bayıra. O sözü özünə indi deyən ki, mən niyə 30 dollar qazanıb rahat çıxıb gedə biləcəyim təqdirdə bunu eləmirəm, qaşınıram və gündəlik 100 dollar qazanmağa çalışıram və yaxud da ki 200 dollar qazanmağa çalışıram. Niyə get-gedə cızığımdan çıxıram? Özünə çox inanmağa başlayırsan, özgüvənin gəlir ona görə. Bazar da bunu istəyir səndən. Bazar sənin özünü itirməyi istəyir, özünü buraxmağı istəyir ki, sən hər şeyi əlindən alsın. Sən nə qədər disiplinsiz olsan, nə qədər karıvı və itkivi idarə edə bilməsən, o qədər bazardan tez çıxacaqsan. Həmçinin üçüncü məsələ zərərdə çıxmaq. Karda çıxmaq kimi zərərdə çıxmağı da bilməlisən. Çünki zərərdə vaxtında çıxmayanda zərərin çoxalır və zərərin çoxalanda onu geri qaytarmaq çətinləşir. Geri qaytarmaq psixologiyası da başlayır sənə tezdən yəni aktiv olmağa və sən başlayırsan yenə mənfidə olmağa. Zərərdə çıxmaq nəyə görə lazımdır? Çünki birinci belə deyim, hansı zərərdə dayanmalısınız, onu siz necə təyin eləyin. Fikirləşkilən ki, misal üçün deyirəm, bu günləri mənfidəsən. Günü bağladın, sabahlar o mənfini geri qaytara biləcək qədər mənfin olsun. Elə bir mənfi eləmək ki, onu böləsən həftələrə, hər gün 50 dollar geri qaytararam dərdin olmasın. Elə olsun ki, sabahları 1-2 əməliyyatı onu qaytara biləsən. Və yaxud bir əməliyyatı qaytara biləsən ki, yenidən karda ola biləsən. Amma sən böyük mənfidə bağlasan gününü, onu geri qaytarmaq çətinləşəcək. Artıq sən daha risk eləməyə məcburiyyətində qalacaqsan. Daha çox risk eləyəndə də itirəcəksən pulu. Ümumiyyətlə leverage artırmaqdır, risk artırmaqdır, lot artırmaqdır. Bunları beyninizdən silin. 1000 dollar balansla başlayanda leverage'iniz nə idisə, lotunuz nə idisə, axıra kimi o davam eləməlidir. Hətta pulunuz azalmış olsa, lotunuz da azalmalıdır. Balansım azalıb, mənfidəyəm, lotumu qaldırım ki, geri qaytarım söhbəti qətiyyən olmaz, çünki o sizi daha da çox mənfiyə aparacaq. Dördüncüsü mənfidən qorxmaqdır. Mənfidən nəyə görə qorxuruq? Əgər mütəmadi olaraq bir dəfə, iki dəfə balans sıfırlansa və yaxud da ki 1-2 gün ard-arda mənfi olandan sonra artıq bunu geri qaytarma qorxusu, üstəgəl mənfi olmaq qorxusu bizi əməliyyat açmağa imkan vermir. Artıq qorxuruq. Açıq olanda əminsinizsə əməliyyatınızdan, stopunuzu qoymusunuzsa mənfidən qorxmayın. Qətiyyən qorxmayın. Çünki özünüzə inanın ki, qiymət buradan qayıdacaq. Qayıtmayacaq, stop olacaq. Və günü bağlayacaqsınız. Rahat olun treydə. Bilirsiniz necə? Mən dostuma da həmişə deyirəm, bir insan söhbət treydən getmir. Başqa bir iş olsun. Misal üçün maşın sürməyində, mənim aranızda maşın sürən var, yoxdur. Yəni nə bilim, hər kəsin özünün mükəmməl gördüyü bir işi düşünün. Sizin hansısa o mükəmməl gördüyünüz iş başqasına çətin gəlir. Çünki o adamın deyək ki, o ilə bağlı məlumatı yoxdur. Misal üçün mən çox qəşəng maşın sürə bilirəm. Həddindən artıq qəşəng maşın sürürəm. Və özümə də çox inanıram. Mən çox sürətli də sürə bilərəm, asta da sürürəm. Mən liboy situasiyadan çıxa bilirəm maşından. Çünki bunu sürə bilirəm, rahatam. Mən maşın sürəndə qorxa-qorxa sürmürəm. Mən yəni ki, çox sürətlə gedib maşını yığışdıra bilirəm. Bu treydə də belədir. Əgər qorxmursansa, özünə əminsənsə, bu haqqda məlumatın varsa, sürətli sürəcəksən, sonra da maşını saxlaya da biləcəksən. Amma yox, misal üçün xanımların üstündən misal çəkim və yaxud da ki, xam kişi sürücülərin üstündən misal çəkim. Bu təzə maşın sürməyə başlayan adam isə fikir versiniz necə sürür yolda. Keçir qırağa, başlayır asta-asta sürməyə, başı solda, sağda, orada, burada, rolu da yapışdırıb sinəsinə belə. Gözlərini də bərəldib baxır yola, heç nədən xəbəri yoxdur. Nə solundan xəbəri var, nə sağından xəbəri var. Bir dənə sürətli maşın keçən kimi yanından itirir özünü, rulu tərpədir. Bu qorxacaq treyderdir. Bu treydə də belədir. Əgər qorxmursansa, özünə əminsənsə, bu haqqda məlumatın varsa, sürətli sürəcəksən, sonra da maşını saxlaya da biləcəksən. Amma yox, misal üçün xanımların üstündən misal çəkim. Bu təzə maşın sürməyə başlayan adam isə fikir versiniz necə sürür yolda. Keçir qırağa, başlayır asta-asta sürməyə, başı solda, sağda, orada, burada, rolu da yapışdırıb sinəsinə belə. Gözlərini də bərəldib baxır yola, heç nədən xəbəri yoxdur. Nə solundan xəbəri var, nə sağından xəbəri var. Bir dənə sürətli maşın keçən kimi yanından itirir özünü, rulu tərpədir. Bu qorxacaq treyderdir.
Və həmin adamlar da adətən avar eləyirlər, qəza şəraiti yaradırlar. Ya özləri gedib qəza eləyir, ya da başqası üçün qəza şəraiti yaradır. Bu da sizin üçün Lordla trade aləmində mənfi deməkdir. Yəni sizi mənfi aparacaq qorxmağınız. Mənfidən qorxmayın, trade eləməkdən qorxmayın, rahat olun. O deyirlər demo hesabla real hesab eyni deyil. Bilirsiniz nəyə görə? Çünki demo hesabda qorxu yoxdur. Demo hesabda duyğusal olaraq heç nə hiss eləmirsən. Nə qazananda dopaminin yüksəlir, xoşbəxt olursan, nə də ki mənfidə olanda qorxu hissi basır səni. Olmur bu duyğular sənə. Çünki demoda vecivədir orada qazanıb bitirməyin. Amma realda vecivədir. Çünki doğrudan da 30 dollar qazanırsan və 30 dollar puldur. Bu bir qazancdır. Xoşuna gəlir, mutlu olursan, daha da qazanmaq istəyirsən. Və yaxud da ki mənfidə olursan, mənfidə olmaq istəmirsən, daha bunu geri qaytarmağa çalışırsan. Bunlar hamısı psixolojik yanaşmalardır. Bunlar hamısı necə deyim, duyğularınızın öndə olduğu deməkdir. Bunları yığışdırmalısınız. Konkret şəkildə robot kimi, bot kimi əməliyyat açmalısınız. Əks təqdirdə yavaş-yavaş balansınız azalacaq. Lotunuzu idarə eləsəz, leverage-inizi qaldırmasaz, mənfidə çıxa bilsəz belə yenə də yavaş-yavaş azalacaq. Çünki qorxursunuz trade eləməkdən. İtirməkdən qorxmayın. Bu bazara girəndə elə girin ki, mən özümdən əminəm və gəlmişəm bazardan pul qazanmağa. Bir damcı qorxunuz olsa, bir damcı mənfidən qorxsaz, uğurlu ola bilməyəcəksiniz. Yəni rahat olmaq lazımdır. Dediyim kimi, maşını necə ki rahat sürürsüz ha, trade də rahat eləməlisiniz. Qorxsaz ki, ay məni indi polis saxlayacaq, ay radara düşəcəm, ay olacaq, bu olacaq, onsuz da olacaq o. Ona görə də onları özünüzə çəkməyin, rahat olun. 5-ci məsələ stop loss, bayaq dediyim kimi mütləq şəkildə istifadə olunmalıdır. Onsuz da qrafik əlimin altındadır. Onsuz da mən bu dəqiqə bağlaya bilərəm. Zat söhbəti yoxdur. Çünki imkan vermir psixologiya onu eləməyə. Stopu əvvəlcədən təyin elə, çıx get vəbşi. Oturma qrafikin qabağında. Bir də ən önəmlisi, deməli, vacib deyil ki, trade eləyəsiniz hər gün. Əgər qrafik əl vermirsə, qrafikdə fürsət yoxdursa, girişiniz üçün heç bir səbəb yoxdursa, mütləq bugün ayda mən niyə bu günləri 30 dollar heç olmasa qazanım da söhbəti yoxdur. Baxırsan qrafikə, yoxdursa giriş, range'dədirsə, məsəl üçün vəziyyət belədirsə, burada heç nə eləmək olmaz, mən nə edeyim? Boş-boşuna əməliyyat açıb mənfiyə getməkdənsə, günü mənfidə bağlamaqdansa, heç yəni kar eləməmək daha ağıllı hərəkət deyil. Qazanmadı ol ki. Yəni bir də burada bazarda məqsəd daima qazanmaq deyil. Bunu beyninizdə saxlayın beyninizdə ki, mən bazarda nə qədər uzun müddət qalsam, nə qədər balansımı qorusam, balansım nə qədər yerində qalsa, mən o qədər uğurluyam deməkdir. Məsələ tək qazanmaq deyil. Burada ən önəmli uğur uduzmamaqdır həm də. Yəni itkilərin az olması, itkinin olmaması, hansısa gün trade eləməmək sənin disiplinli olmağın deməkdir. Sənin inkişaf etdiyin sübutudur bu. Qaçma trade eləməyə. Fürsət yoxdur da, bazar pisdir. Misal üçün bugün güclü xəbərlər var. Bazar özünə heç yaxşı hərəkət elətdirmir, hə? Eləmə trade. Canını qurtarırsan da, bugün özünə istirahət vergindən, əladır. Sabahları bəlkə elə olacaq 2 qat daha çox qazanacaqsan. Yəni ki, trade eləməmək özü karda olmaq deməkdir. Hər gününüzü mütləq pul qazanmalıyam prinsipi ilə elə yanaşmayın qətiyyən. Və ən önəmlisi 7-ci danışacağım məsələ, hər məsələyə də deyirəm önəmli. Çünki bunların hamısı önəmlidir. İntiqam trade eləməyin. İntiqam trade necə olur? Adətən bu axşam vaxtına düşür. Deyək ki, mənfidəsən, başlayırsan günü bağlamağa. Yenə əməliyyat açırsan. Yenə mənfidə olursan. Fikirləşsən ki, ayda mən bu günümü 50 dollar mənfi ilə bağlayıb çıxıb gedə bilərdim. Olub mənfim 120 dollar. Mən niyə tezdən açdım ki, əməliyyat? İsti basır sizi, əsəb basır, psixoloqavız yerində olmur. Hisslənirsiniz, düşünürsünüz ki, bəs sabahlar necə olacaq? Ayda mən gərək sabah 120 dollar qazanım və elə ondan sonra keçim müsbətə. Gör, mən sabahlar nə qədər qazanmalıyam? Mən sabah 200 dollar qazanmalıyam. Deyirsən, real deyil axı bu. Mən sabah necə 200 dollar qazanacağam? Heç olmasa bugün bu mənfini yarıya salım. Bayaqları 50 dollarda ki çıxmamışdım. Heç olmasa qayıdım o 50 dollara. Yox, sabahları 50 dollar qazanaram. Amma 120 dollar çoxdur. Mən sabah necə 120 dollar qaytaracağam? Başlayırsan bir dənə də əməliyyat açmağa. Və sənin bu psixologiyada olmağın sənə hardan gəldi girməyə vadar eləyir və sənin mənfin olur 120, içi olur 150 və yaxud 170 və yaxud 200. O momentdə sənin qırılma nöqtən olur. Nə olur? Sən bütün istiliyi basır səni, artıq özünü itirirsən, nə etdiyini bilmirsən, başlayırsan qumar psixologiyasına girməyə və başlayırsan qumar oynamağa. Necə? Başlayırsan lotuva artırıb hardan gəldi girməyə, bir dənə hərəkət eləsin bağlayım, 50 dollar buradan qazanım, 100 dollar buradan qazanım deyə başlayırsan 30 dollar, 50 dollar, 30 dollar, 50 dollar, 100 dollar yavaş-yavaş bütün pulu itirməyə. Əgər o momentdə telefonu əlindən qoyub və yaxud da kompüteri əlindən bağlayıb çıxıb getməsən, balansın sıfırlanacaq. Əmin ol bundan. Buna deyirlər intiqam trade, hırslı trade eləmək. Səni vadar eləyir ki, sən ard-arda əməliyyat açasan. Mənfi səni qorxudur, mənfidə olmaq səni
psixologiya sarsıdır və səni sabah ağıllı başla trade eləmə yerinə indi qumar başı ilə, qumar psixologiyasından səni qızışdırıb bazara göndərir ki, gəl gir bazara, başla qumar oynamağa. Çünki sənin başın yerində deyil axı, sənin mənfin var. Artıq belə təngənəfəs olursan, belə gözləri iri açırsan gözləri və əsəbi şəkildə başlayırsan trade eləməyə, qıraqdan özünü görsən deyərsən ki, mən niyə bu gündəyəm? Mən niyə belə eləyirəm? Əlin ayağın əsir nə olub? Niyə ara vermirsən? Deməli sən disiplinsizsən də, sən axı mənfidə çıxmalıydın. Yəni sən disiplinsiz olsan, axır əvvəl başına gələcək şeylər bunlardır. Balansını sıfırlayacaqsan, uzun müddət karlı olmayacaqsan, bir gün 200 dollar itirib bir gün 50 dollar qazanacaqsan və baxıb görürsən ki, o ardıcıllıqda heç nə qazanmamısan. Bu kimi şeylərin olmaması üçün robot kimi olmaq lazımdır. Bot kimi, özünüzü elə bir ki, bir proqram kimi düşünün. Girdim, 50 dollar itirdim, çıxıram. 100 dollar qazandım, çıxıram. Və yaxud da ki, 30 dollar itirdim, çıxıram, 60 dollar qazandım, çıxıram. Bu cür. Robot olmasaz bu işdə qazana bilməzsiniz. Bu işdə duyğusal yanaşmaq qətiyyən olmaz. Bu işdə mənfidə olanda axşam gedib ağlamaq olmaz. Bu işdə qazananda sevinib, atlanıb, düşüb, çıxıb gedib pubda həmin qazandığınız pulu xərcləmək olmaz. Çünki bu işdə bir gün qazanc var, bir gün itki var. Atçotunuzu həftəlik eləyin, aylıq eləyin. Pulu görəndə üzr istəyirəm ifadəmə görə qudurmayın. Çünki burada pul qazanmaq çox asandır. Bir neçə saniyə içində 50 dollar qazanandan sonra o 50 dollar gözünüzdə dəyərsiz olmasın. Fikirləşməyin ki, mən bu pulu asan qazanmışam və asan deyə bilərəm. Xeyr. Siz əziyyət çəkirsiniz, trade öyrənirsiniz, vaxtınızı qrafikdə sərf eləyirsiniz, sonra sizə asan gəlir 50 dollar qazanmaq. O psixologiyada olduğunuza görə 50 dolları qayna etmədiyinizə görə yavaş-yavaş pulunuzu itirəcəksiniz. 50 dollar böyük bir puldur. 85 manat bu dəqiqə Bakıda günə heç kim qazanmır. Qazanan təbii ki, ola bilər, əziyyətlə qazanır. Səhərdən axşama kimi işləyən adamın əgər maaşı ortalama gündəlik 30-50 manat arasıdırsa, 85 manat qazanmaq sənin niyə görə az gəlməlidir? Otur düşün də. Evdə oturmuşam özüm üçün, haçan istəsəm yuxudan dururam, haçan istəsəm yatıram, daş daşımıram, heç bir ağır fiziki iş görmürəm, heç kim üstümdə əmr vermir, müdirim yoxdur, mazgimi xarab eləyən yoxdur, çay içdim deyə mənə söz deyən yoxdur. Özüm bilərəm, istəyərəm yemək yeyərəm, istəyərəm içki içərəm, istəyərəm piyan şəkildə trade eləyərəm, istəyərəm nə bilim baseynin qırağında trade eləyərəm. Özün bilərsən bunu. Bu cür fürsətdə pul qazanmağı necə sən 50 dolları qayna olmamaq istəyirsən? Bu keçirmirsən nəyə? Tamahkarlığa və tamahkarlığa tradedə yer yoxdur. Sən onda tamahkarlıq eləyə bilərsən ki, artıq balansını da artırmısan. 1000 dollara deyə 20 dollar qazanırdınsa, qoy qaldır balansını 2000 dollar elə, lotovu da qaldır bir o qədər, 0,1 ilə açırdınsa 0,2 ilə aç misal üçün. Artıq 20 yox 40 dollar qazan, eybi yox. Sən o halda karını artıra bilərsən ki, balansın artıb. Yoxsa balansın yerindədir. Sən başlayırsan öz güvəndən cırılmağa ki, yo mən qazanıram onsuz da. Niyə 50 yox 100 qazanmayım? Olmaz. Çünki sənin bir strategiyan var. Sənin disiplinin var. Sən balansın 1-2%-ni qazana bilərsən. Qaçma 10%-ə, 20%-ə. Qaçacaqsan, bir görürsən balansın əlində yoxdur. Danışacaqlarım bu qədərdir. Ümid edirəm ki, fikirlərimi aydın şəkildə izah eləmişəm. Çox xahiş edirəm, bu fikirlər həmişə yadınızda olsun. Haçan real pul qoyacaqsa, trade eləyəcəksə, hansı anda ki, mən danışdıqlarımı hiss elədiniz, o anda yəni riayət eləyin, qulaq asın, yoxsa yəni hər kəsin başına gələn sənin də başına gələcək. Əgər özünü doğrudan da ağıllı hesab edirsənsə, yəni cəmaatın başına gələnlərdən dərs çıxarmaq lazımdır. Vacib deyil ki, hündür mərtəbəli binadan atasın özünü ki, yoxlayırsan, mən doğrudan öləcəm, yoxsa yox. Bilirsən ki, onsuz da öləcəksən də, bunu yoxlamağın heç bir mənası yoxdur. Sağ olun. Növbəti videoda görüşərik.